Belə gedişlə deyəsən okeanın o tayından hələ çox yeni və ilk olacaq bir çox məqamlara şahid olacağıq. Necə ki, birinə artıq bütün dünya şahidlik etməkdədir. ABŞ-ın yeni prezidenti Donald Trump ölkəsinin tarixində ilk dəfə olaraq xarici dövlətlərdəki səfirlərinin geri çağırılması haqqında sərəncam imzalayıb. Və bu sərəncam o məqamda verilir ki, hələ onun, yəni dünyanın super gücü sayılan dövlətin başçısının and içmə mərasiminə sayılı günlər qalmaqdadır. Burada ilk olaraq ağla gələn sualı olur ki, birinci səfirlərin vaxtından əvvəl geri çağırılmasının arxasında nə dayanır? Və ümumiyyətlə, and içmə mərasimi olmamış səfirlərin geri çağırılması kimi qərarlar beynəlxalq hüquq normalarına görə necə tənzimlənir? Səfirlərin müddətinin başa çatmaması və Donald Trump tərəfindən yanvarın 20-si inaugurasiya mərasiminə qədər geri çağırılması beynəlxalq hüquq tərəfindən qeyri-normal haldır. Onların istər peşəkar fəaliyyətinin, istər diplomatik fəaliyyətinin, istərsə də öz xidməti fəaliyyətlərinin başa çatması müddət mütləq gözlənilməlidir. Çünki biz demokratik hüququ dövlətdən danışırıq və bu gün Amerikanın dünyaya istehsal elədiyi və tələb elədiyi də ən çox demokratiya və demokratik hüququ dövlət prinsipləridir. Ekspertlər bu sərəncamın diplomatlara ABŞ-a qayıtmazdan əvvəl həm peşəkar, həm də şəxsi işlərini başa çatdırmaq üçün vaxt verilmədiyi ilk hal olduğunu deyirlər. Hətta beynəlxalq hüquqda belə bir normativ hüquqi aktlar var ki, səfirlərin himayəsində azyaşlı uşaqlar olduqda, onlar tədris ilinin başa çatmasını belə gör, müddət başa çatdıqdan sonra biri 6 ayda müddətdən artıq işləyə bilərlər ki, ən azı tədris müddəti fəaliyyət göstərdiyi ölkədə tədris ili başa çatsın. Onu da deyək ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın inaugurasiya mərasimi yanvarın 20-sində keçiriləcək. Bətörə Nəbiyeva, Röyal Muğanlı, Space.